Aha, başladıq dərsə. Uşaqlar, ümumiyyətlə deyirəm ki, bu dərsdə sizin çətinliyiniz olmayacaq. Ən azından keçən il modelləşdirmə keçənlər bilir ki, model nədir, modelləşdirmə nədir. Çox sadə və məntiq tələb eləyən, biraz oyun tələb eləyən dərsdir. Çətin bir dərs deyil. Bir iki dənə qaydası var. Onu da üzərindən gedəcək, все qurtardı. Yaxşımı? Deməli, bax, model deyəndə nə gözünüzün qabağına gəlir? Məsəl üçün, qlobus gələ bilərmi? Yerin modelidir. Yəni, hər hansısa bir əşyanın olsun, hər hansısa bir elə əşyaların, evin, binanın məsələn modeli olur. Əvvəl model qurulur, yəni. Sonra gedirlər ona baxırlar, hə bu formada istəyirik, hə buna tikinti tikək. Və yaxud da yer kürəsinin modeli. Və yaxud da elə modellər var ki, biz ona əl çata bilmirik, istifadə edə bilmirik. Hə, onun modelini qurub onun üzərində nümunələr aparırıq. Və yaxud da ki, belə deyək də, ən çox dinozavrların modelini görürük. Çünki keçmişdə yaşayıb hal-hazırda onun özünə əl çatılmır. Yəni görünmür deyənə nümunələr əsasında, onların qalıntıları əsasında modelləri qurulur. Yəni bu maraqlı tərəflərdir hələ ki. Daha sonra, məsələn, Zəhra nəyə gətirə bilərsən misal, nəyin modelinə misal gətirə bilərsən? Yəni insan həyatı üçün təhlükəli olduğu və yaxud da hal-hazırda istifadə edə bilmədiyimiz atmosfer, günəş sistemi. Bəli, və yaxud da ki, nüvə reaksiyasını sən dediyin misala uyğun gətirmək olar ki, ona insan belə, yəni toxuna bilməz. Yəni radioaktiv şüadır. Yəni onu bu şəkildə modelin hazırlayıb üzərində nəsə aparmaq olar. Bəs başqa, məsələn, cavab vermək istəyirəm. Olar müəllim. Xəritə, bəli, xəritə ola bilər. Yəni, modellər, ümumiyyətlə, yəni qısa, necə deyək, örnək, nümunə anlamını verir. Yəni, bu qədər. Modus sözündən götürüb, bu şəkildə. Məsələn, indi buradakılar, indi mən bunları belə danışdım, belə necə deyirlər, doğru dildə. İndi kitab dilinə baxaq. Obyekt öyrənilən zaman orijinal mövcud olmaya bilər. Bəli, orijinal, məsələn, bu belə bir nəticəyə gəlmək. Çox baha ola bilər orijinalı. Onun, məsəl üçün, modelin qurub üzərində işləmək olar, eləmək olar, məsələn. Məsəl üçün, insan orqanizmi, biologiya dərsində, insanın orqanları. Onun üzərində nümunələr göstərirlər ki, məsələn, ürəyin 4 kamerası var falan, nə bilim, ciyər buradadır, böyrəklər buradadır. Yəni, onu sən necə, yəni, daha orijinal qoya bilməzsən, təbii bir şeydir. Yəni, buna görə onun modelini gətiririk. Sonra, orijinali çoxlu, xassələ və qarşılıqlı əlaqələrlə malik ola bilər. Bu, sonra model real mövcud olan obyektlərin mücərrəd ümumiləşdirilməsindən olur. Belə. Müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlçatan olmaya bilər. Müəyyən səbəb, ya baha olacaq, ya uzaqda olacaq. Bu şəkildə, ya da təhlükəli olacaq. Daha sonra gəldim, iki növə bölünür model. Əsasən, bax, testlərdə də bu hissəsi. Statik, dinamik. Elə soruşacağım. Modelin neçə növü var? Statik, dinamik. Bax, statik, sakit, əvvəl dinamik deyim. Dinamik hərəkətlidir. Hərəkətli, dinamika sözündən götürülür. Nəsə, hərəkətli deməkdir. Məsəl üçün, buna hansı modeli deyə bilərəm? Bu səma cisimlərinin fizikadan, necə deyirlər, göydə asılmış hərəkətli bir modeli var. Bəlkə görərsiniz belə bir şey. Onu misal göstərmək olar. Başqa nəyi misal göstərmək olar dinamik modellərə? Globusu göstərmək olar müəllimə. Globus fırlanır. Amma tam olaraq bilmirəm. Zəhra göstərmək olar. Yox, əslində qlobusu hər hansı bir artırma və yaxud da silmə eləyə bilmir, yaxud sabit. Aha, bax görürsünüz. Olmaz. Daha sonra, indi oxuyaq qaydasını. Statik model. Obyektin statik modeli onun hər hansı ayrıca zaman anında vəziyyətini əks etdirir. Yəni, başqa sözlə statik model obyektin ani fotoşəklidir. Yəni, gedirlər onun şəklini çəkirlər, budur.
sakit formada. Amma bir də var ki, dəyişən. Buna misal götürək. Dinamik model müəyyən zaman ərzində sistemdə baş verən dəyişiklikləri nəzərə alır. Məsələn, fizikada dinamik informasiya modelləri, cisimlərin hərəkətini, biologiyada orqanizmləri və ya heyvan nəsillərinin inkişafını, kimyada kimyəvi reaksiyalarını, gedişi prosesini təsvir edir. Məsələn, model bu biologiyada çox belə hüceyrələrlə oynayan bir hissəsi var. Məsələn, kimyadan da reaksiyalar, zət onlar hamısı yenə modellərə ayrılır. Sonra modellər, yəni burada da göstərilir. Bunu göndərəcəm, elə oxuyacaqsınız. Sonra maddi modellər və informasiya modelləri. Maddi modellər uşaqlar, siz onları həm necə cismi olur da, vərəq üzərində olmur, belə yadda saxlayın. Məsələn, bunu görmüsünüz kimya dərsində. Bu da bir modeldir. Binanın modeli olsun, qlobus olsun, maddi modeldir. Yəni əşyavidir. Belə deyək də 3D formasındadır. Başa düşürsüz sözümü? Amma informasiya modeli, sən ona baxırsan, təkcə informasiya alırsan. Yəni kağız üzərində əsasən olur, şəkil üzərində olur informasiya. Bunu da testə düşür. Təyinatı, təqdim olunma forması, maddi və informasiya modelləri. Burada da göstərilib informasiyanın sözlə təsvir, cədvəl, şəkil və yaxud da sxemi göstərmək olar. Daha sonra informasiya modellərinin növləri var, formal dillər. Bu riyaziyyat, məsələn, formal dillərə aiddir. Sonra necə deyirlər, musiqi dilləri, formal dillər. Burada fizikadır. Mən bu riyaziyyat kimi gördüm uşaqlar. Proqramlaşdırma olsun, formal dillərdir də, yəni necə deyirlər? Musiqi. Mən məsələn musiqidən başa çıxan adam üçün daha yaxşı olar da bu. Başa düşməyə, proqramlaşdırmada indi məsələn bunu artıq başa düşəcəksiniz. Yəni formal dillər. Daha sonra riyazidəki riyazi modellərə aiddir. Burada həndəsi fiqurlar göstərilib və bizim ən çox istifadə edəcəyimiz bu. Bunlardan necə çıxaq? Bir də kompüter modeli uşaqlar. Kompüter modeldə kompüterin daxilində baş verən hər şey, yəni şəkil düzəltmək istəyirsən, əsasən Color Draw olsun, dizayn proqramı olsun, orada hər hansı bir modelin üzərində şəkil düzəltmək istəyirsən, istifadə edirsən. Burada bir dənə proqram var idi, mən də bir dəqiqə görək o qalıb. Paint 3D. Baxın, burada qəşəng düzəltmək olur. Bir dəqiqə. Burada heç bir proqrama girib baxmısınız. Kompüterin, bütün kompüterlərdə olur. Bir dəqiqə. Prosta açılmadı. Yəni açılmadı, rəng açılmadı. Proqramı çoxdan da işlətmirəm. Məsəl üçün, hər hansı bir həndəsə fiqur atır. Bunu gəlmiş. Okay. Neysə bu gəlmir. Məsələn, buradan hər hansı bir bunu götürək. Sonra buna 3D forması verirsən. Yəni, bu kompüterin daxilində olan necə deyilər? Obyektlər əsasında düzəltmək olur, nə istəsəz. Yəni, buradan düzəldib, digər tərəfə atmaq olar, başqa proqramlara üstə gətirmək lazımdır. Neysə, uşaqlar, bunu mən şəkildə. Bir də
Baxın, 3D formasına da salmaq olur, görünüşdə yaratmaq olur, qalınlaşdırmaq da olur. Bu artıq ikinci hissəsinə gedib çıxır. Qalınlaşdırmaq yəni falan. Bir də burada özündə var idi. Prosta ki çıxmadı onlar. Qruplaşdırmaq əmridir. Burada da. Aha, buradan gəlməyəcək bunlar. Ha, çıxaq buradan. Hə, bunlar deyiləm. Bu figurlar yaratmaq olurdu. Balaca düşdü. Hə, bax bunu axtarın. Bax bunu fırladıb 3D formasında, yəni hər hansı bir əşyanın burada figurun falan qura bilirsiniz. İnformatika dərsində keçilirmi bunlar sizə rəqəmsalda? Yoxsa Şəbək səsin gəlir. Okuldan keçilir bunlar, programdan keçilmir. Kompüterdə proqramı var. Özünüz şəkildə. Yəni artırıb azaltmaq olur. Yəni istədiyiniz hər hansı bir fiqurun, yəni modelini qura bilirsiniz. Yəni çox maraqlı dərsdir. Kompüterin özündə də var. Hətta buradan başqa şeylərə girib tapmaq olur. Yazılar olsun, yazı formalarda, bəzən o belə qalın yazılar falan çıxartmaq da olur. Effektlər var, nə bilim. Hətta Canva ilə əlaqədardır. Hə, bir də bax bunlar var. Buradan da istədiyinizi, yəni yazırsan, nə axtarırsan, nə yazsan çıxacaq. İstifadə edə bilirsən. Məsələn, fil gətirək. Basırsan üstündən gəlir heyvanlar. Məsələn, bir kenguru götürək. Burada qarşılıq oldu. Nə bilim, çox oldu. Bu da məsələn fırladanda 3D formasında görünəcək. Bu şəkildə. Sağa, sola. Yəni, maraqlıdırsa girib baxa bilərsiniz. Bunu keçən il dərsində. Yəni, kompüterin daxilində bu şəkildə hər hansı bir nələrsə qura bilərsiniz. Yəni, mənim çox da o sahədən, yəni dizaynla belə deyək, işim yoxdur deyənə çox da bacarmıram. Sonra təsvir informasiya modelinin qurulması, kompüterdə formallaşdırılmış modelin qurulması, kompüter modelin qurulması, kompüter eksperimentinin aparılması, yəni onun üstündə hər hansı bir təhlil aparırsan ki, uyğundur və yaxud uyğundur. Alınmış nəticənin təhlili, tədqiqatı və modelinin təkmilləşdirilməsi. Yəni qurursan, üzərində nə səhv varsa, yoxlayırsan, onları düzəldirsən, bu da deyirlər təhlil və tədqiqat modelinin təkmilləşdirilməsi. Burada da mərhələləri var. Birinci mərhələdə tədqiqatın birinci mərhələ adətən obyektin yaxud prosesin təsvirinin informasiya modeli qurulur. Bu mərhələlər bizdə çox gələcək. Başqa bir sahələrdə də var, algoritmdə də var deyə, proqramlaşdırmada o da olacaq. İndi siz hələ ki algoritm keçmişsiniz. İkinci mərhələdə formallaşdırılmış model qurulur. Yəni təsvir informasiya modeli hər hansı formal dildə yazılır. Üçüncü mərhələ formallaşdırılmış informasiya modeli kompüter modelinə çevrilir. Dördüncü mərhələdə kompüter eksperimenti aparılmasına ibarətdir. Əgər kompüter modeli hər hansı proqramlaşdırma dilində hazırlanmış proqramdan ibarətdirsə, onu başlatma və ya müəyyən nəticə almaq lazımdır. Beşinci mərhələ alınmış nəticə təhlil olunur, tədqiqat modeli təkmilləşdirilir. Hə, uşaqlar, belə deyək də, biz bunu əsasən proqramlaşdırmada, məsələn, şeydə keçək, HTML dərsində hər hansısa bir orada modellər quracaq, bəli şəkil gətirə biləcəyik. Necə deyirlər, ora aiddir, orada təhlil eləyəcəyik. Hətta veb-sayt hazırlayanda orada nəsə şəkillər, obyektlər, 3D görüntülər. Yəni, bunlar da hamısı bu kompüterin daxilində olan işlərə aiddir. Yəni, modelləşdirməyə də belə deyək, bir bölməsi kimi gedir. Hə, bunu atacağım, siz oxuyacaqsınız. Burada unutma hissəsi var. Necə deyək, bunları oxuyanda çox sadədir. Məsəl üçün, statik model nədir? Sual verir. Statik model baxılan zaman anında dəyişmir. Dinamik model nədir? Dinamik model isə obyektin zamandan asılı olaraq dəyişməsini nəzərə alır. Qəşəng burada bu sualları öyrənməklə demək olar ki, bir 70, 80, 90%-ni öyrənəcəksiniz bu aşağı hissədə.
Həm sual verəcək, həm də ki, e, S bərabərdir V VT düsturun hansı növ modelə aid etmək olar? Formal dedilər. Yəni düstur formaldaydı axı. Baxın burada. Burada, bu hissədə. Çox yaxşıdır bu PDF. Atacağım bunu da sizə. İndi keçək. Dərsimiz çətindir. Bir də qraf quracağım sizinlə. Ona baxacağıq. Yəni nağıl bir dərsdir. Çətin gəlib uşaqlar bura kimi. Yoxsa maraqlıdır? Hə. Daha sonra modelləşdirmənin məqsədi tədqiq üçün obyektlərin, proseslərin bütün cəhətlərinə, xassələrinə əks edən modellərin yaradılmasıdır. Mühüm, bütün yox, mühüm. Bütün sözü səhvdir. O dediyim dilimdən çıxdı. Mühümü bütün gördüm. Aha, model yaradan obyekt orijinal və ya prototip adlanır. Model öz prototipinin mütləq surəti deyil. Yəni tam olaraq eynisi deyil də. Eynisi olsa gedib eynisini götürürəm də. Düzdürmü? O yalnız tədqiqatın məqsədi üçün prototipin müəyyən xüsusiyyətlərini əks etdirir. Yəni bütün görsəz yox, müəyyən xüsusiyyətlərini əks etdirir. Sonra modellər hansı? Bu hissəni oxuyacaqsınız. Bu informasiya, burada şəxsiyyət informasiya modelidir şəkildə modelləri göstərir. Bir də modelin istifadə sahəsinə görə təslim etmək olar. Tədris modelləri, əyani vasitələr, bu şəkildə oyun modelləri var, elmi texniki modellər. Bunu oxuyun, bu nədir? Proses və ya hadisələri öyrənmək üçün yaradılır. Məsələn, elektron avadanlıqların sınaqdan keçirilməsi üçün stendlər falan, yəni elmi texniki. Tərzibi modellər və obyektlərin kiçildilmiş və ya böyüdülmüş nüsxəsidir. Bir də imitasiya modeli. Bu suallardan gələ bilər ki, imitasiya modeli nədir? Gəlirdi. İmitasiya modeli reallıq təqlid edir. Bir qayda olaraq təcrübə dəfələrlə təkrarlanır bu şəkildə. Zaman anına görə modellər iki sinifə bölür. Hə, bunu bayaqdır, statik və dinamik. Daha sonra modellər yenə bayaqki PDF-də olan, həm onu oxuyacaqsınız, həm bunu. Maddi modellər, yəni əşyavi şəkildə olur, toxunmaq, gözlə görmək, hiss eləmək olur. Amma informasiya modelləri söz, təsvir, cədvəl, sxem şəkil. Bu şəkildə. Məsələn, Vaqifin türbəsidir bu. Bu şəkildə bunu, məsələn, informasiya modelidir. Uşaqlar, dərsimiz bu qədərdir. Sonra bir də indi keçək ikinci hissəsinə. Çox olmadı. Dərs asandır deyənə, əslində bu iki dərsə keçirirlər. Mən istəyirəm bir dərsə keçim, qutarım. Olar elə. Olar bana. Adi sadə dərsdə 11-ci sinifsiz. Keçək buna. Burada bu sütundur, yəni yuxarıdan aşağı, başlıq sətir, bir də bu dördbucağın biri də, bir dənəsi xana adlanır. Excel-də də, yəni cədvəlinə oxşuyur, sütun, sətir, belə sətir üzrə, bir dənə xanası da xana adlanır. Bir də cədvəllər iki yerə bölünür, obyekt, bir də obyekt xassə. Məsəl üçün, bax burada iki dənə cədvəl var. İndi burada yazılmayıb, burada yazılıb. Hə, burada yazılıb. Obyekt xassə, obyekt. Baxın, məsəl üçün, burada yola düşmə vaxtı, bax bu tərəfində də nümunə verib, bu tərəfində də. Bu obyektdir. Amma yuxarıda reysin nömrəsi, istiqamət, Bakı uçuşu. Bax, hamısı reysin nömrəsidir. Bax, bu tərəfdə nəsə verilməyib də bir şey ki, bu obyekt olsun. Hə, bax, obyektdir. Bakı arasında yəni nə olacaq məsafə? 0-da. Sumqayıt, Bakı arasında məsafə 32 kilometr, məsələn. Bu obyekt xassə tiplidir. Yaxşımı? Daha sonra, bax, burada Aygün Fiskadan, məsəl üçün, qiymət alıbsa qiymət yazacağım, yox, almayıbsa və ya da Fiskadan hazırlaşmayıbsa minus qoyacağım, bu şəkildə gedəcək. Burada gəlin, bunlara indi. Əslində var bir neçəsi. Və yaxud da özüm qurmalı olacağım. Görək bu cədvəl. Hə, bura gəldik.
Uşaqlar çox olmadı. Yəni mən keçirəm üstündən dərs nağıl kimidir deyənə əsas yerlərini deyirəm. Qalanı siz özünüz oxuyacaqsınız. Yəni çox oldusa saxlayaq, yoxsa yenə davam edeyim bu hissəni də. Yok, indirimler konuştular. Hə, onda ki davam edeyim. Məsəl üçün bu təpədə A nöqtəsi var, təpə. Bu yalqız təpədir. Qıraqda qoyulub, heç biri ilə əlaqəsi yoxdur. Cədvəldə bu necə olacaq? 1 ilə işarələnəcək, yoxsa hamısı 0 olacaq? Cədvəl, indi bilirsinizsə. Hamısı sıfır. Hamısı 0 olacaq. Çünki heç birindən qonşuluq əlaqəsi yoxdur. Daha sonra bu ilgəkdir. Bax, özündən C-dən çıxır, C-yə qayıdır. İlgək, bir də bunlarda til deyilir. Məsələn, Y-dən C-yə olan bu xətt var, düz xətt, buna da til deyilir. Təpə, til falan hər şeydə bildirir. Daha sonra gəlin, indi məsələn, bunu quraq, cədvələ çevirim. Qrafdır bu. Qraf, çəkili qrafı. Mən cədvələ çevirim. Siz də baxın. Yəni, çox sadədir. İndi bir neçə nümunəsindən sonra biləcəksiniz siz də. Bu şəkildə bunu götürək. Gedək Paint. Gəldik bura. Bu bizim cədvəlimiz. Bu da xəttdir. Və mən cədvəlim verilib. 2 dənədir. 6-ın 6-ya quraq. 6-ın 6-ya bir dənə cədvəl quraq. Bəzən olacaq cədvəl quracaqsınız, bəzən də olacaq cədvələ əsasən uşaqlar qraf quracaqsınız. Düz olduğu görəsən. Sayın. Sıralanda 5 tane. 1, 2, 3. İkisini de çeksin. Ha. Ben bu çəkilən qədər bəlkə də sizə deseydim dəftərdə çəkib atmışdı sizə. O qədər uzun çəkdi ki. Birini də buradan çəkməliyim. İşləyək yazma, qurmağa. Deməli, Bakı, Şamaxı, Salyan, Kürdəmir, və Ucar. Buradan da eyni qayda ilə eyni sıralamayın. Bakı, Şamaxı, Salyan, Kürdəmir və Ucar. Bu şəkildə qurdum. İndi baxaq. Bakı ilə Bakının zaten arasında məsafə yoxdur. Götürürəm. Bakı ilə Şamaxının arasında məsafə nədir? Baxın, buradan bura. Bakı və Şamaxı. 120. Bəli, yazıram 121-i. Daha sonra Bakı ilə Salyan arasındakı əlaqə. 137. Bəli, 137. Daha sonra Bakı ilə görək haranın əlaqəsi var? Bax, Bakı ilə Kürdəmirin əlaqəsi var. Düzdürmü? Buradan bura. Onda yazıram 191. Bəs Bakı ilə Ucarın əlaqəsi var. 191 az düz gələcək. Niyə?
Əlaqəsi yoxdur əslində, ancaq məsafəni tapsaq gəlməliyikdir. Yox, məsafə tapmıram. Qrafın qururam. Qonşuda axı. Bundan buna xətt gedir axı. Bundan buna xətt getmir uşaqlar. Bu ortadakı 90, 91 nədir? Bax bu hissə. Bu xətt nədir? Əlaqəli olan tillə təpələr götürəcək də onda. Ucları götürmürük. Hətta ucanın əlaqəsi yoxdur. Ucarla Bakının birbaşa əlaqəsi var. Qonşusudur bunu. Qonşu nədir? Qapı qonşun olan. Bu sənin evin, bu da qonşunun evi. Arasında bir dənə qaladır fərq. Amma bu üçüncü sə qonşudur. Yox. Uzaq qonşudur deyirsən. Amma yaxın qonşu hansıdır? Yanaşı olduğun. Bu da buradan Kürdəmirlə Bakı qonşudur, yaxındır. Yəni burada yaxındır, düz arasında neçədən kənd var, rayon var, ötüb keçirsən, Ağsu keçirsən falan filan. Amma ki burada nədir? Burada bu xətti qoyublar. Yaxşımı? Ona görə deyirik ki, hə, qonşudur. Amma ucarla əlaqəsi yoxdur. Sonra gəldik Şamaxı. Şamaxının hara ilə əlaqəsi var? Kürdəmir, Bakı, Səlyan. Kürdəmirlə var. Bakı ilə var. Şamaxının. Dəqiq. Şamaxının Bakı 121-dir. Kürdəmirlə nə idi? Kürdəmir haradaydı? Hə, ikinci gəlir Şamaxının Şamaxı ilə əlaqəsi, yəni qoymayaq. Səlyanla əlaqəsi var Şamaxının? Erməni. Yoxdur. Sonra hara ilə əlaqəsi var? Bir də Kürdəmir dedik. Kürdəmirlə nə qədərdir? 171. Hə, Kürdəmirlə Şamaxı yaxındır. Daha sonra hara qaldı? Ucarla əlaqəsi var Şamaxının? Yox, yoxdur. Yox. Hı. Sonra gəldik ikinci Səlyan. Səlyanın hara ilə əlaqəsi var? Bakı ilə əlaqəsi var. Bir də Kürdəmirlə. Kürdəmir. Hə, vəsiyo. Bakı ilə nə qədərdir? 137. 137. Sonra Şamaxı ilə əlaqəsi var? Yoxdur. Səlyanla əlaqəsi tirə qoyacağım. Bir də Kürdəmirlə əlaqəsi var? 135. Bu şəkildə. Ucarla əlaqəsi var? Yox, yoxdur. Sonra Kürdəmirin hara ilə əlaqəsi var? Şamaxı ilə əlaqəsi var, Bakı ilə var. Hamısı ilə. Ən Kürdəmir özündən başqa. Hə, 120 yazıram. Yox, Kürdəmir, hə, bir dənə özündən başqası ilə yox. Onda 191. Sonra Şamaxı ilə nə qədərdir? 71. Sonra Səlyanla nə qədərdir? 135. Bir də Kürdəmir bir dənə özü ilə yoxdur. Bir də Ucarla da 54. Yox. Qaldı Ucar. Ucarın Bakı ilə əlaqəsi var, yoxdur. Ucarın Bir dənə Kürdəmirlə əlaqəsi var. Səlyanla da yoxdur, Kürdəmirlə var. Kürdəmirlə 54. Yox. Bu da sizin cədvəliniz. Qraf informasiya modelindən keçdik cədvəl informasiya modelinə. Çətindir uşaqlar. Yoxsa Yox. Açarsan. yox, oyuncaqdır, yəni adi sadə bir şeydir. Sonra görək burada bu kitabda var. Bunların üzərindən hələ gedək. Sonra görüm mən buradan sizə nə bura bilərəm. Buradan görək. Bunlardan qəşəng bir şey. Gəlin özüm. Buradan yox, bunlar yox. Dəqiq. Gəl bunu götürək elə. Bunu götürək, bunun da quraq. Bunu da quraq. İndi görün burada necə qeyd ediblər bu misalı. Qrafla qonşuluq siyasəti. Hə, bax bunu. Qonşuluq siyasətində hər bir təpə üçün ona bitişik təpə sadalanır. Qonşuluq matrisində isə n təpə ibarət qraf, n sətrindən və n sütunundan ibarətdir. Yəni n saydır ibarət cədvəl. N yəni bu şəkildə neçə dənə qonşu varsa o qədər qurulur, hərflərin sayına qədər şəkildə göstərir. Əgər hər hansı təpə x təpəsi ilə y təpəsi arasında til varsa ona aid elementi, yox, bura heç lazımdır. Sadəcə bunu mən sizə indi özüm quracağam.
Bir də ki, qapalı dövrədə dövrələrin sayını öyrədəcəm. Bu qədər də dərsimiz yəni az olacaq. Narahat olmayın. Aha, buna. Uşaqlar, indi qonşuluq siyahısı. Qonşuluq siyahısında belə olur. Bu bizim qonşuluğumuz. Bir dənə yenə cədvəl qururam. Belə balaca quracağam. Belə bir şey deyil. Sonra bir dənə də mərkəzini. Belə. Artıq çəkdim bu səfər də. Bax, bura yazıram təpələr. Burada yazıram qonşular. Təpəm nədir? A, B, C sırayla yazıram. D, Y, bu da ki F. A'nın Yine eyni şey değil usta. nə? Necə? Görmüşəm ya. Səhv görmüşəm, səhv görmüşəm. Yəni səliqəsi yazın, düzəldim. Y. Belə. Yaxşı yazsın. Nəysə, uşaqlar. A'nın qonşusu nədir? Baxın burada. Bu A'nın qonşusu. D, bir də B. Düzdürmü? B ilə D. B, D. Yaxşı. Bəs B-nin qonşusu nədir? Bax. A, A'dır. C. D'dir, C'dir. Bəli. A, A, C, D'dir. A, C, D. Bəli. C, D. Yaxşı. Bəs C'nin qonşusu hansıdır? C'nin qonşusu bir dənə yerdir. İnce olduğu için. Bəli, bəli. Aferin sənə. Bu, bir də özü. Yaxşımı? Ona görə yazıram. B, C, bir də Y. Sonra gəldik buna. Renk qalmadı uşaqlar. Hə, bu. Sonra D'nin qonşusu. D'nin qonşusu A, nə? B. A'dır, bir də B'dir. Hətta A və D. B. Все. A, D, B. Yaxşı. Başqa hansı qonşusu var? Baxaq. Bir də. Sonra hansı qaldı? Y. Y'nin qonşusu nədir? Y'nin qonşusu bir dənə C'dir. Все. Y'nin qonşusu bizə də nə? C'dir. F'in də qonşusu var? Yoxdur. Yalqızdır. Tək qalıb orada. Bu nə oldu? Qonşularımız və təpələrimiz. Bu da rahat oldu uşaqlar. Yoxsa başa düşməyən var içinizdə? Rahat deməli mi? Все. İndi eyni ilə bu şəklin gedək. Cədvəlin. Baxaq görün PDF-də. Bax bu cədvəli 0-1-lərlə quraq indi. Nədir? Qonşuluq matrisi. Qonşuluğun siyahısını qurduq. İndi gedək qonşuluq matrisini quraq. Eyni ilə bu cədvəl üzərindədir. Bu qraf üzərində gedək. Mənim hərflərim nədir? A, B, C, D, 7, bir də F-dir. Daha sonra yenə də gələcək. A, B, C, D, Y, bu da F. Ay, şimdi gelmedi. Bu şekilde.
Belə yazıb sonra çəkmək daha rahat oldu mənə. Çəkib yazmaqdansa. Hazır. İndi baxaq. Baxaq, A-nın A-nan, yəni olmaz da, 0 yazıram. Sonra A-nın nə ilə? B ilə əlaqəsi var. Hə, görürəm ki, A-nın B ilə əlaqəsi var. Onda 1 yazacağam. A-nın sonra C ilə əlaqəsi var, uşaqlar. Yoxdur. 0 yazacağam. A-nın D ilə əlaqəsi var. Hə, onda 1 yazacağam. A-nın Y ilə əlaqəsi var. Yoxdur. 0 yazacağam. F-in də uşaqlar. Zaten heç sana ilə əlaqəsi yoxdur. Yenə buna 0 yazacağam. Sonra B-nin ana əlaqəsi var. Bəli, 1 qoyuram. A-nın B-nin B ilə əlaqəsi var. 0 qoyuram. Sonra A-nın B-nin C ilə əlaqəsi var. Hə, burada var. Ona görə 1 qoyuram. B-nin D ilə əlaqəsi var. Bəli, var. 1 qoyuram. B-nin Y ilə əlaqəsi yoxdur. 0. F ilə də əlaqəsi yoxdur. 0. C-nin B ilə əlaqəsi var. 1 qoyuram. Ha, Var. 1 qoyuram. yoxdur. A-nın yox. A-nın yoxdur. Mən gəlmişəm, burada dayanmışam. Dəqiqə. 0, bu 0 da A-nın. Hə, buradayım. Mən baxıram, burada denəm yazmalıyam onu. C-nin C ilə əlaqəsi var. Bəli. C-nin C ilə əlaqəsi var. Daha sonra C-nin D ilə əlaqəsi var. Yoxdur. C-nin Y ilə əlaqəsi var. Bəli, var. F-in də zaten heç biri ilə yoxdur. Sonra D-yə baxaq. D-nin A ilə var. Bəli, var. D-nin B ilə var. Bəli, var. Amma qalan heç biri ilə əlaqəsi yoxdur. Baxın, D-nin 2 dənə. Nə C ilə əlaqəsi var, nə D-nin D ilə əlaqəsi yoxdur. Bir də yəni özünə ilgək C kimi özünə ilgək çıxsaydı, ona da 1 qoyardım C-yə C, amma yoxdur. Sonra Y-ilə də əlaqəsi yoxdur, F-ilə də zaten. Sonra gəldi Y-nin. Y-nin bir dənə A-la əlaqəsi var, yoxdur. B ilə əlaqəsi var, yoxdur. C ilə əlaqəsi var, bəli. C ilə əlaqəsi var. D ilə də yoxdur. Y-nin Y ilə də əlaqəsi yoxdur, F-ilə də. F-in də zaten baxıram ki, heç biri ilə əlaqəsi yoxdur və qonşuluq matrisində də hamısı 0 olacaq. Məsələn, belə bir cədvəl görsünüz. Desə ki, burada F-in qonşularındır. Nə ilə? Siz burada hamısı 0 görsünüz, deyərsiniz ki, o yalqız təpədir. Baxın, bu burada yalqız təpədir. Bir hərfi də pozulur. Və heç biri ilə əlaqəsi yoxdur. Başa düşdük bunu da. Bəli. Rahatdır. İndi bir də indi bunun üzərində. Yox, bunu yox. Bunu silin. Bu day lazım deyil. İndi gəlin bir dənə mən çəkeyim birin. Baxın. Bir dənə A götürürəm. A təpəsi. A-dan deyirəm B-yə gedək. B təpəsinə gedək. Sonra B-dən də gələk C-yə. C təpəsinə. Oxlarla göstərirəm bu səfər. Daha sonra A-dan C-yə getmək. C-dən A-ya gedək. İnşallah çətin durmaq istəyirəm. Görək çətin alınacaq. Ya da belə qoyaq. Bu D-dən də Y-yə getsin. Y-yə. Sonra C-dən Y-yə yox, Y-dən Y-yə yol çəkirəm. Bir də gəlin buradan, bu da olsun K nöqtəmiz. K-ya çəkirəm. D-dən K-ya çəkirəm. Bundan da buna. Uşaqlar. Bir baxın. Bax, bu ox hansı istiqamətdirsə, deməli A-dan B-yə yol var. Amma B-dən A-ya yol getmir. Fikir verirsiniz. Bax, amma ox belə olsaydı, bax, belə çəksəydim, onda deyərdiniz ki, hə, A-dan B-yə, B-dən də A-ya yol var.
Amma hal-hazırda mən elə çəkmirəm. Mən bir istiqamətlisini çəkirəm. Niyə? Dövrələri başa düşək. İndi burada dövrəni tapmaq istəyirəm. A-dan başlayıram, baxın. A-dan başlayıram. Gəldim B-yə. B-dən də gedirəm C-yə. Və C-dən də yenə A-ya yol var. Bu bir dənə mən qapalı dövrəm olur uşaqlar. Yaxşımı? İndi tezdə soruşacaq ki, burada neçə dövrə var? Neçə dövrə var? Sual. Nə tapaq? Birinciyi mən dedim. A-dan gedirəm B-yə, sonra C-yə, sonra yenə də A-ya. Hə. De, hansılardır? B'dən D'yə, D'dən Y'yə, Y'dən C'də. D-dən Y-yə, hə. Y'dən də C'yə. Y-dən də C-yə, hə, sonra. Yox, bizdə yoxdur. D'dən Y'yə, orada 2 də K'ya gedir, dövrə sayılmır. Onda o səhvdir. Sonra, başqa. Niyə səhv oldu ki? Çünki B-yə getmirsən axı. Bax, bunu burasına bax, mən belə çəkmişəm. Hem 2 dövrə var. 2 dövrə deyən, hə. Hansıdır ikinci? Birinciyi mən demişəm. D'dən Y'yə, Y'dən C'yə, C'dən B-dən A'ya, A'dan B'yə, B'dən D'yə. A-dan başlamalısan. Yəni A'dan olsun, A'dan B'yə, Hə, B'dən D'yə, hə. sonra Y'yə, Aha. sonra C'yə, sonra yenə A'ya. Əla. Yəni Uşaqlar, bax ikinci dövrəmiz də budur. Bu da yaşıl rənglə çəkin. A-dan gedirəm B-yə. D-dən gedirəm D-yə. D-dən düşürəm, baxın istiqamətə baxın. Y-yə. Y-dən gedir C-yə. C-dən də təzədən A-ya yol var. Başqa dövrə var burada? Hə? yoxdur müəllimə. Dərs bu qədər. Yəni, bunlar da çox sadədir. Sonra indi testlərdə, indi hələlik bugünlük dərsi oxuyun. Testlərdə də sonra gələn səfər nümunələr göstərəcəm. O Şəkidən olan həkimdir, Bakıdan olan mühəndisdir. Yəqin onlarla da tanışdığınız var. Bəli. Hə, onlar da ki, yəni məntiqdir ancaq. Belə. Onlar da gələn dərs üstündən keçərik. Sualı olan var, dərsimiz bu qədərdir uşaqlar. Nəsə sualı və yaxud da Müəllimə. onda uşaqlar yaxşı. Sağollaşaq. Gələn dərs inşallah görüşək. Sağ olun. Gedək xeyri. Xeyrə qarşı. Gecəniz xeyrə. Xeyrə qarşı.